Qiraət. Məsələ 987. Gündəlik vacib namazların birinci və ikinci rükətlərində gərək insan əvvəl həmdi, sonra ehtiyata əsasən bir surəni tamam oxusun. Ehtiyata əsasən Vəz-Zuha və Ələm Nəşrəh və həmçinin Fil və Li-İləf surəsi namazda bir surə hesab olunur. Məsələ 988. Əgər namaz vaxtı dar olsa və ya insan surəni oxumamaq məcburiyyətində qalarsa, məsələn, surəni oxuduğu təqdirdə oğru, yırtıcı heyvan və ya başqa bir şeyin ona zərər verəcəyindən qorxarsa, ya da məcburi bir şey olarsa, surəni oxumaya bilər. Məsələ 989. Əgər qəsdən surəni həmddən qabaq oxusa, namazı batildir. Və əgər bu səhvən olsa və surənin ortasında yadına düşsə, gərək surəni tərk etsin və həmdi oxuyandan sonra surəni əvvəldən oxusun. Məsələ 990. Əgər həmd və surəni və ya onlardan birini unudarsa və rükuya çatandan sonra başa düşsə, namazı səhihdir. Məsələ 991. Əgər rükuya əyilməzdən qabaq həmd və surəni oxumadığını anlayarsa, onları oxumalıdır. Əgər yalnız surəni oxumadığını anlayarsa, bu zaman yalnız surəni oxumalıdır. Amma yalnız həmdi oxumadığını anlayarsa, əvvəl həmdi, sonra da ikinci dəfə olaraq surəni oxumalıdır. Həmçinin, əgər rükuya əyilərsə, lakin rüku həddinə çatmazdan qabaq həmd və surəni və ya yalnız surəni ya da yalnız həmdi oxumadığını anlayarsa, ayağa qalxıb yuxarıda izah edilən göstərişə əsasən onları oxumalıdır. Məsələ 992. Əgər vacib namazda 361-ci məsələdə deyilən vacib səcdəsi olan 4 surədən birini qəsdən oxuyarsa, səcdə ayəsini oxuduqdan sonra səcdə etməsi vacibdir. Amma əgər səcdəni yerinə yetirərsə, ehtiyata əsasən namazı batil olar və onu yenidən qılması gərəkdir. Əgər səcdəni yerinə yetirməsə, səcdəni tərk etməkdə günah etməsinə baxmayaraq namazına davam edə bilər. Məsələ 993. Əgər səhvən vacib səcdəsi olan bir surə oxusa və səcdə ayəsinə çatmamışdan qabaq başa düşsə, gərək o surəni tərk edib başqa surə oxusun. Əgər səcdə ayəsini oxuyandan sonra başa düşsə, gərək əvvəlki məsələdə deyildiyi kimi əməl etsin. Məsələ 994. Əgər namaz əsnasında səcdə ayəsini dinləyərsə, namazı səhihdir. Amma ehtiyata əsasən səcdiyə işarə etməli və namazdan sonra səcdəni yerinə yetirməlidir. Məsələ 995. Müstəhəb namazda surə oxumaq lazım deyil. Namaz nəzir vasitəsilə vacib olsa da belə. Amma vəhşət namazı kimi özünə məxsus surəsi olan bəzi müstəhəb namazlarda, əgər o namazın göstərişinə əsasən əməl etmək istəyirsə, həmin surəni oxumalıdır. Məsələ 996. Cümə namazında və cümə günü zöhr namazında birinci rükətdə həmddən sonra cümə surəsini, ikinci rükətdə də həmddən sonra Münafiqun surəsini oxumaq müstəhəbdir. Əgər bunlardan birini oxumağa başlayarsa, vacib ehtiyata əsasən onu tərk edib başqa surə oxuya bilməz. Məsələ 997. Əgər həmddən sonra Tövhid və ya Kafirun surəsini oxumağa başlasa, onu buraxıb başqa surə oxuya bilməz. Amma cümə namazında, yaxud cümə gününün günorta namazında unutduğuna görə, cümə və Münafiqun surəsinin yerinə bu iki surədən birini oxusa, onu tərk edib cümə ya Münafiqun surəsini oxuya bilər. Ehtiyat odur ki, yarıya çatandan sonra tərk etməsin. Məsələ 998. Əgər cümə namazında, yaxud cümə gününün zöhr namazında qəsdən Tövhid və ya Kafirun surəsini oxuyarsa, yarıya çatmasa da belə, vacib ehtiyata görə tərk edib cümə və Münafiqun surəsini oxuya bilməz. Məsələ 999. Əgər namazda Tövhid və ya Kafirun surəsindən başqa digər surəni oxusa və ya yarıya çatmasa, onu tərk edib başqa surəni oxuya bilər. Mütləq ehtiyata əsasən, yarıya çatandan sonra onu tərk edib başqa surə oxuması caiz deyil. Məsələ 1000.
Əgər oxuduğu surənin bir miqdarını unudar və ya vaxtın darlığı ya da başqa bir səbəbdən başladığı surəni bitirməsi mümkün olmazsa, o surənin yarısına çatmış olsa belə və ya oxuduğu surə İxlas və ya Kafirun surəsi olsa belə, onu tərk edib başqa bir surə oxuya bilər. Məsələn, 1001. Ehtiyata əsasən kişinin sübh, şam və xiftən namazlarında həmd və surəni ucadan oxuması vacibdir. Ehtiyata əsasən kişi və qadının zöhr və əsr namazlarında isə həmd və surəni alçaqdan oxuması vacibdir. Məsələn, 1002. Vacib ehtiyata əsasən kişi sübh, şam və xiftən namazlarında həmd və surənin bütün kəlmələrini, hətta onların son hərfini belə ucadan oxumağa diqqət etməlidir. Məsələn, 1003. Qadın sübh, məğrib və xiftən namazlarının həmd və surəsini ucadan və ya alçaqdan oxuya bilər. Amma əgər naməhrəm onun səsini eşitsə və bir surətdəki eşitmək ona haram olsa, ehtiyata əsasən alçaqdan oxusun. Məsələn, 1004. Əgər bir şəxs ucadan oxuyacağı yerdə qəsdən namazı alçaqdan oxuyar və ya alçaqdan oxuyacağı yerdə qəsdən ucadan oxuyarsa, ehtiyata əsasən namazı batildir. Amma əgər unutqanlıq və ya şəri hökmü bilməməsi üzündən olarsa, namazı səhihdir. Əgər həmd və surəni oxuyarkən səhv etdiyini anlayarsa, oxuduğu miqdarı ikinci dəfə oxuması lazım deyil. Məsələn, 1005. Əgər bir şəxs həmd surəni oxuyanda səsini normadan artıq qaldırsa, məsələn, fəryadla oxusa, namazı batildir. Məsələn, 1006. İnsan yanlış oxumaması üçün namazın qiraətini, namazda oxunan şeyləri öyrənməlidir. Heç bir şəkildə həmd surəsinin hamısını öyrənməyən bir şəxs gücü çatdığı qədərini öyrənib oxuması gərəkdir. Amma əgər o miqdar çox az olarsa, vacib ehtiyata görə Quranın qalan qismindən gücü çatan qədərini öyrənib ona əlavə etməlidir. Əgər bunu bacarmasa, ona təsbih əlavə etməlidir. Amma surəni bütünlüklə öyrənmə imkanı olmayan şəxsin onun yerinə bir şeyi oxuması gərək deyildir. Bütün hallarda namazı cəmaatla qılması müstəhəb ehtiyatdır. Məsələn, 1007. Həmd və surəni yaxşı bilməyən, amma öyrənməyi mümkün olan bir şəxs namazın vaxtı genişdirsə, öyrənməlidir. Əgər vaxtları olsa, əvvəlki məsələdə izah olunduğu şəkildə qılarsa, namazı səhihdir. Amma mümkün olduğu təqdirdə əzabdan qurtulmaq üçün namazını cəmaatla qılmalıdır. Məsələn, 1008. Vacib ehtiyata əsasən namazın vacibatını öyrənmək üçün muzd almaq haramdır. Amma onun müstəhəbbatını öyrənmək üçün muzd almaq olar. Məsələ 1009. Əgər həmd və surənin kəlmələrindən birini bilməsə, ya qəsdən onu deməsə, ya bir hərfin yerinə başqa bir hərf desə, məsələn, zad hərfinin yerinə za hərfi desə, yaxud kəsrə, fəthəsi olmayanı kəsrə və fəthə ilə oxusa və ya təşdidi deməsə, namazı batildir. Məsələn, 1010. Əgər insan öyrəndiyi bir kəlmənin düzgün olduğunu bilsə və namazda da o cür oxusa və sonra səhv olduğunu başa düşsə, namazı təkrar qılmaq lazım deyil. Məsələn, 1011. Əgər bir kəlmənin kəsrə və fəthəsini bilməz və ya bir kəlmənin hə və ya ha ilə olduğunu bilmirsə, onu öyrənməlidir. Əgər onu 2 dəfə və daha çox şəkildə oxuyursa, yanlışlığına görə nə Quran, nə də Allahın zikri sayılmazsa, namazı batildir. Amma əgər həm sin, həm də sad ilə oxunan bilən İhdinə sıratil müstəqim sözündə olduğu kimi 2 şəkildə oxunması caizdirsə, onu 2 şəkildə təkrar etməyin zərəri yoxdur. Məsələ 1012. Əgər bir kəlmədə vav varsa və o kəlmədə vavdan əvvəlki hərfin hərəkəsi zəmmə olub, vavdan sonraki hərf isə həmzə olarsa, su kəlməsində olduğu kimi. Və yenə əgər bir kəlmədə əlif hərfi olarsa və o kəlmədə əlifdən əvvəlki hərəkəsi fəthə olur və o kəlmədə əlifdən sonraki hərf həmzə olarsa, saə kəlməsində olduğu kimi. Yenə əgər bir kəlmədə ya hərfi olur və ondan əvvəlki hərfin hərəkəsi kəsrə olur və o kəlmədə yadan sonraki hərf həmzə olursa, ciyyə sözündə olduğu kimi. Təcvid alimləri bu kəlmələrdə olan vav, əlif
və yanın məddli, yəni uzadaraq oxunmasını məsləhət bilmişdilər. Yenə, əgər bu vav, əlif və yə hərflərindən sonra həmzə hərfi yerinə sakin, yəni kəsrə, fəthə və zəmmə olmayan bir hərf olursa da, bu üç hərfi məddli, yəni uzadaraq oxumağı məsləhət bilmişdilər. Lakin belə yerlərdə kəlmənin qiraətinin doğruluğu onu məddli olaraq oxumağa bağlı deyildir. Başqa sözlə, belə yerlərdə yuxarıda izah olunan qaydaya görə hərəkət etməsə belə namazı səhihdir. Məsələn, vələd zalində olduğu kimi yerlərdə təşdid və əlifi birlikdə tələffüz etmək biraz məddli olaraq oxumağa bağlı olduğundan bu ölçüdə əlifin məddli oxunması lazımdır. Məsələ 1013. Namazda vəqf bərəkət və vəsl sukun etməmək müstəhəb ehtiyatdır. Vəqf bərəkət bir kəlmənin sonundakı fəthəni, kəsrəni və zəmməni söyləyib o kəlmə ilə sondakı kəlmə arasında fasilə buraxmağa deyilir. Məsələn, Ər-Rəhmanir-Rəhimi oxuyarkən Ər-Rəhimin mim hərfini kəsrə ilə söylər və bir miqdar ara verdikdən sonra Maliki Yevmiddini deyər. Vəsl sukun isə fəthə və zəmmə söyləmədən onu sondakı kəlməyə birləşdirməyə deyilir. Məsələn, Ər-Rəhimin miminə zir verməmiş dərhal Maliki Yevmiddini deyər. Məsələ 1014. Namazın 3-cü və 4-cü rükətində bir həmd oxuya bilər, ya bir dəfə təsbihati ərbə desin. Yəni, bir dəfə desin, Sübhanəllahi vəlhəmdülilləhi və lə iləhə illəllahu vallahu əkbər. Daha yaxşı odur ki, 3 dəfə desin. Bir rükət həmd və o bir rükətdə təsbihat da deyə bilər. Yaxşı olar ki, hər iki rükətdə təsbihat oxusun. Məsələ 1015. Vaxt dar olduqda təsbihati ərbəni bir dəfə oxumaq lazımdır. Hətta əgər ona yetəcək qədər vaxtı olmasa, bir dəfə Sübhanəllah deməsinin lazım olduğu uzaq bir görüş deyildir. Məsələ 1016. Kişi və qadın vacib ehtiyata əsasən 3-cü və 4-cü rükətdə Fatihə və ya təsbihati ərbəni alçaqdan oxumalıdır. Məsələ 1017. Əgər namazın 3-cü və 4-cü rükətində həmdini oxuyarsa, onun Bismillahini alçaqdan oxuması vacib deyil. Amma əgər məmum olarsa, vacib ehtiyat olaraq Bismillahı alçaqdan oxuması lazımdır. Məsələ 1018. Təsbihatı öyrənə bilməyən, yaxud düzgün deyə bilməyən şəxs gərək 3-cü və 4-cü rükətdə həmdi oxusun. Məsələ 1019. Əgər namazın ilk 2 rükətində son 2 rükət olması zənni ilə təsbihatı oxuyarsa, rükuya getməzdən əvvəl başa düşdüyü təqdirdə Fatihə və surəni oxumalıdır. Amma əgər rükuda və ya rükudan sonra başa düşərsə, namazı səhihdir. Məsələ 1020. Əgər namazın son 2 rükətində, namazın ilk 2 rükəti olduğu zənni ilə həmd oxuyarsa və ya ilk 2 rükətində namazın son 2 rükəti olduğunu zənn etdiyi halda həmdi oxuyarsa, istər rükudan qabaq başa düşsün, istər sonra namazı səhihdir.